El arasında Savalan adı verilən, lakin rəsmi adı isə hələ də bilinməyən Gəncə şəhərinin bu qəsəbəsi 19-cu əsrin sonlarını xatırladır desək, heç də yanılmarıq. Yolsuzluq şəraiti, dərəli yollar, su qıtlığı və məişət tullantıları arasında itib batan yaşayış massivi. Qəsəbənin girişində bizi belə bir xoşa gəlməz mənzərə qarşılayır. Yaşayış massivinin küçələrinin birinin tam mərkəzində daşınmayan məişət tullantıları, bir neçə metrlikdə isə yaşayış evləridir. Bir sözlə, buranı Gəncənin unudulmuş ərazisi də hesab etmək olar. Bu cür acınacaqlı vəziyyətdə 15 ildən artıqdır sakinlər yaşayır. Əgər buna yaşamaq demək olarsa, sakinlərin ən ciddi problemlərindən biri içməli sudur. Uşaqlar və sakinlər isə məktəbə və işə getmək üçün kilometrlərlə yol getməli olurlar. Səbəb isə ərazidə marşrut xəttinin olmamasıdır. Sakinlər deyir ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Nizami rayon bələdiyyəsinə müraciət etsələr də problem həllini tapmır. Çətindir vəziyyətimiz. Çox buyurəməyin düzündə veriblər. Amma sağ olsunlar. Demirlər ki, bunlar nə ilə gedib gəlsin. Marşrut yox, su yox. Cəmaət Allah göstərməsin, yolun suyunla unutdu. Maşınla gətirdir hamı. Hamı əziyyət zülüm çəkir. Nə olar ki indi? Yağış suyuna həsrət qalırsınız. Vallahi yağış suyunla elə, yolun suyunla doldururlar baklarını cəmaət. 17 ildən çoxdur burada yaşayırıq. Marşrutumuz yoxdur. Ünvanımız yoxdur. Su yoxdur. Bax, yaşayışımız da budur. Su tapırıq. 15 gündən bir su gətizdiririk. Basenə dözümündə ölü, özgəlində ora tökürük. Çox demişik, hər yerə müraciət eləmişəm. Deyirəm falan yerdir, buradır, xahiş eləyirəm gəlin. Biz Gəncədə yaddan çıxmış bir yerik, insanıq və niyə yaşayırıq biz? Görür buranı deyirəm, əlimdən Bağbostan qəsəbəsi deyirəm, ad boy verir. Ən birinci növbədə marşrutumuz yoxdur. Təzə marşrut çəkildi, yolla gedir, heç kim yəni işə gedib gələ bilmir. Yəni bunlar aradan qalxsa yaxşı olar. Baxan yoxdur. Baxın, belə yəni maraqlarına yoxdur qardaş. Bura marşrut verməlidirlər, marşrut da yoxdur. Yəni bir dənə o uşaqlar marşruta gedir, o Azosun marşrutudur, o da başqa yəni marşrut yoxdur da, yəni bir söz. Savalan qəsəbəsində təxminən 100-dən çox ailə var. Əsasən ətraf rayonlardan gələn sakinlər bu qəsəbədə yaşamağa başlayıb. Torpaqlar satılıb, evlər tikilib, lakin rəsmi sənəd verilməyib. Bu torpaqların sənədsiz necə və kim tərəfindən sayılması məsələsi də bir digər problemdir. Qısası, nə sakinlər yada düşür, nə də onların problemləri. Məsələ ilə bağlı Gəncə şəhər Su Kanal İdarəsindən bildirilib ki, qurum qəsəbəyə xidmət göstərmir. Gəncə şəhər İcra Hakimiyyətindən isə sakinlər probleminə münasibət bildirmədi.